Salam dostlar. Demək sizə istəyirəm göstərim əyani şəkildə bizim qazımızın necə gəldiyini. Demək biz səhər tezdən saat 8-də bu çaydanı qoymuşuq, amma hələ də qaz yoxdur. Nədən yoxdur? Ona görə yoxdur ki, Azərqazda işləyən demək olar ki, yoxdur. Ha bax, əldə toxunuram, bir çıqqılı. Bu da polnu xod verilib. Bu da yoxdur. Səhərdən anam qoyub ümidlə ki, bəlkə yanar, bəlkə gələr, bəlkə işləyər, amma hələ də heç bir ümid yoxdur. Təsəvvür edin. Çıqqılı bir şey. Azərqaz burada işləyir, niyə işləyir, nədən işləyir? Yəni bunu göstərmək istəyirəm ki, həqiqətən də hər dəfə çıqqılı bir şey var. Sonra deyirsiniz ki, bəlkə qazı qurtarır, bəlkə təmir işləri gedir, ona görə kəsiblər. Yəni təmir işləri getmir, heç bir qaz qurtarmayıb, sadəcə olaraq qazı vermirlər. Yalan başdan aldatmaqla deyil. Qaz yoxdur. Yəni bunu qaz var deyər. Biz qaz veririk əhaliyə deyər. İndi özünüz fikirləşin.